Salam, hər vaxtınız xeyir olsun. Günün sualları rubrikamızın 3-cü hissəsindən davam eləyək. Deməli, burada sualımız verilibdir ki, karbon atomlarının sayı eyni bir atomlu spirt və eyni karbon sayı olan karbon turşusudur və bundan mürəkkəb efir alınmışdır. Mən bunların eyni sayda birini yazdım. CnH2n O2, bu bizim turşumuzun kütləsi. Bir də yazırıq spirtin kütləsi CnH2n plus 1 OH. Biz bilirik ki, spirtlə turşunun qarşılıqlı təsirinə mürəkkəb efir əmələ gəlir və reaksiyadan 18 qram su ayrılır. İkisinin kütləsini, mollar kütlələrini cəmləsəm, bu deməli 14n plus 32, bu isə 14n plus 18-dir. Bizə verəcək 28-in üstə gəlinsin, deməli 32 üstə gəlinsin 18. Yəni 28-in plus eləyər 32-nin üstə 18, 40, 50. Buradan da 18 qram suyu çıxıram. Bu mənə verir mürəkkəb efirin kütləsini. Və mürəkkəb efirinin kütləsinə deyir ki, karbon turşusunun kütləsi 4,4 qramdan 7,2 qram mürəkkəb efir əmələ gəlmişsə, karbon turşusunun kütləsini biz buradan yazırıq. 14-in plus 32 alınır. Burada nə qədər alınır? Yazırıq 28-in plus 32 qram. N-in qiymətini buradan tapıb çıxardıq. N-in qiyməti eləyir 4. Deməli, bizim mürəkkəb efirimizdə N-in qiymətini 4 tapdıqsa, bunun mollar kütləsini, mürəkkəb efirimizin, baxın, mollar kütləsini buradan hesablasaq, Mr bərabər olacaqdır 144-ə. Yəni, bax, bu hissə. 144-ə bərabər olacaqdır. İndi yazıram ki, 4,4 qramdan 7,2 qramdırsa, turşumuzun kütləsini tapıram ki, 144-dür. Turşunun kütləsi eləyir 88 qram. Bizə deyir ki, spirtin kütləsini hesablayın. 88 qram üstə gəlinsin. Spirtin kütləsini bilmirəm, yazıram. Mr spirt bərabərdir 144 üstə gəlinsin 18-ə. Buradan spirtin kütləsi çıxır 74. 88 qram deməli turşu ilə 74 qram spirtin reaksiya giribsə, 44,4 qrama da x yazsaq, x də bərabər olar 3,x yazmaq, yəni m qram spirtdir. M də bərabər olar 3,7-yə. Keçək digər sualımıza. Mən burada çalışdığım qədər xüsusən hesablama tipli tapşırıqlara daha çox üstünlük verirəm. Formaldehidin quruluşu. Formaldehid CH2O. Bundan əmələ gəlir qlükoza C6, H12, O6. 6 mol formaldehiddən 1 mol qlükoza alınır. Birinci reaksiyanın praktiki çıxımı 50%, ikinci reaksiyanın praktiki çıxımı 25%. Reaksiyanın 12 mol formaldehiddən ikinci reaksiyanın praktiki çıxımı 50% olarsa, 12 mol formaldehiddən neçə qram yağ turşusu əldə etmək olar? Deməli, mən 6 moldan 1 mol əldə edirəmsə, 12 moldan nə qədər əldə edəcəm? 2 mol. 2 mol qlükoza əldə etdik. 2 mol qlükoza praktiki çıxım 50%. Deməli, 2 molun 100% götürürük. Bəs 50% ilə nə qədər alınırdı? Tapırıq ki, 1 mol qlükoza alarıq. İndi 1 mol qlükozlarımız var. C6H12O6. Bundan alırıq, deməli, yağ turşusu. Yağ turşusu da alınanda C3H7COH alınır, CO2 alınır, bir də H2 alınırdı. Deməli, bizim burada 4-5 dənə biz bunun karbon atomu sayına görə yoğunlaşdırmalıyıq. Burada da əmsallaşdırında bura 2 düşəcəkdir. İndi bizim əlimizdə bir dənə var, 1 mol var qlükozamız. 1 mol qlükozada da görürük ki, 1 mol yağ turşusu alınır. Amma praktiki çıxım nə qədərdir? 25%. Deməli, biri 100% götürürük. 25% ilə nə qədər alarıq? X. X də bərabərdir. Deməli, 0,25 mol. Nə qədər yağ turşusu almaq olar? 0,25 mol. 0,25-i də qramla dediyi üçün yağ turşusunun mR-nə vurarıq. 88-ə də bunu vursaq, eləyər 22 qram. Cavab B variantı. Gəldik digər 3-cü maraqlı sualımıza. Çox maraqlı suallar var. Deməli, N2H2 qaz qarışığının həcmi 67,2 litrdir. 22,4-ə bölsək, burada deməli 3 mol qaz qarışığımız var. Başa çatdı, baş verdikdən sonra 2 qram hidrogen artıq qalır. 2 qram hidrogen nə qədərdir? 2 qram hidrogenin 1 mol H2 deməkdir. Yəni, reaksiyadan sonra 22,4 litr hidrogen artıq qalırsa, 67,2-dən çıxıram 22,4-ü. Bu mənə verir 44,8 litr.
Burada reaksiya daxil olubdur və reaksiyanı yazıram. N2 üstə gəlinsin 3H2 əmələ gəlir 2NH3. Gördüyünüz kimi 1-in 3-ə nisbətdədir. 1-in 3-ə nisbət 44,8 litr, yəni belə deyək də 2 mol qazımız reaksiya daxil olubdur. 2x və 3x nisbətində bərabərdir 2-yə, 4x bərabərdir 2-yə, x də bərabərdir 0,5. Deməli, N2-dən 0,5 mol reaksiya daxil olubdur. Əgər bizim 67,2 litrimiz 3 mol idisə, 0,5 molu N2-dirsə, deməli 2,5 molu H2-dən ibarətdir. 0,5 mol N2, 0,5 vurulsun 28 bərabərdir 14 qrama. 2,5-i 2-yə vururuq, bu da bizə verir 5 qram. Deməli, nisbət 14-ün 5-əymiş Y variantı. Gəldik digər maraqlı sual. Deməli, bu suallarımızda mən həlləri yazdım. Öncəliklə belə deyək, natrium 2SO4 duz, burada deməli birinci qabda duzumuzun içərisində deyir X, Y, Z hansı duzlar ola bilər. Yəni bu duz məhlulun içərisində olan duzlar qeyd olunubdur gördüyünüz kimi. Öncəliklə deyək ki, natrium 2SO4-dür, natrium nitratdır. Bunlar xlorid turşusundan qüvvətli turşulardır. Yəni bunlar arasında reaksiya getməz. Belə deyək, burada üçüncü qabda dəyişmirsə, bizim üçüncü qabımız Z-imizin içərisində C və D variantları olacaqdır. Bunu nəzərimizdə saxlayaq. Daha sonra gələk natrium 2CO3. Natrium 2CO3-ün H-xlorla reaksiyasını yazdım. Bunun kütləsi 106-dır. Üzərinə 2 mol H-xlor gəldikdə məhlulda 2 mol natrium xlor olur. Bu deyilir 117 qram. Deməli, neyəcəkdir? Burada duzun kütləsi artacaqdır. Əvvəlcə 106 qramlıq duz məhlulu idi, indi 117 qramlıq duzumuz olacaq. Amma qabın ümumi kütləsi desəydi, bizdə CO2 qazı çıxdığı üçün təbii ki, qabın ümumi kütləsində azalma baş verə bilərdi. Natrium 2S-ə baxırıq. Deməli, burada 46 plus 32 qramlıq duzumuzdur. Yəni, natrium 2S-in. Burada isə 2 vurulsun 35,5 xlorla əvəz olundu. Təbii ki, burada kütlə artımı baş verəcəkdir. Burada kütlə artımı baş verəcəkdir. İkinci qabda qabın kütləsi, duzun kütləsi artar. Duzun kütləsi artar. Yenə deyirəm, qabın kütləsi isə azalardı. Çünki H2S qazı çıxdığı üçün. Kalsium karbonat burada deməli ümumiyyətcə həll olmayan duzdur. Kalsium xlorki ilə əvəz olunur və təbii ki, qabın kütləsi yenə də burada artım baş verərdi. Duzun kütləsi artardı. Amma karbon qazı çıxdığı üçün qabın kütləsi azalar. Argentin NO3-də isə burada argentin NO3-də azalacaqdır. Çünki argentin NO3-ün emerindən argentin xlor çöküntüdür. Çöküntü olduğu üçün burada duzun kütləsi azalma baş verər. Gəldik 5-ci suala. 5-ci sualda monoxlorlu törəmələrin sayı minimum olan pentanın izomerləri. Gəlin pentanın izomerlərini yazaq. 5 dənə karbon atomlu olanı var. Pentanın izomerlərindən 4 karbonu bu cür formada yaza bilərik. Bir də bu cür formada yaza bilərik. Pentanın 5 dənə izomeri var. Monoxlorlu törəmə sayı minimum olan. Məsəl üçün, belə deyək. Mən bunu 1 xlor propan kimi də yaza bilərəm. Bunu yazsam, xloru buradan bu dəfə qoyaram. 2 xlor propan kimi də yazarıq. Buradan xlor qoysaq, bu da olacaq 3 xlor propan. Yəni 3 dənə izomer çıxarda bilərik. Və ya burasını yazsaq, buradan gördüyünüz kimi 1 xlor 2 metil butan. Bu hissədən yazsaq, buradakı xlor yazsaq, 2 xlor 2 metil butan. Amma buradan sadəcə bir dənə izomer bu olacaqdır. Başqa izomer olmaz. Bunun ikinci karbon atomunun oksidaşma dərəcəsi deyirsə, birinci karbon atomu budur, ikinci karbon atomu bu, üçüncü bu. Hidrogenləri düzsək, CH3. Burada 4 dənə rabitə olduğu üçün karbon burada heç bir elektron alış-verişi olmayacaq. Oksidaşma dərəcəsi 0-a bərabər olar.